Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü həmsöhbətim tanınmış rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Mehriban xanım, xoş gəlmisiniz. Xoş gördük. Nə var, nə yox, necəsiz? İşlər necə gedir? Şükür, yaxşıdır. Bir müddət əvvəl sizlə bağlı müəyyən o söz-söhbətlər var idi, səngimək bilmirdi. İndi Allah şükür, deyəsən yavaş-yavaş hər şey məcrasına düşüb. Şükür deyəndə ki, o söhbətlər həmişə olub. Sadəcə olaraq bu dəfə hədəqədən çıxmışdı. Müəyyən artıq cizgini keçmişdi. Amma prinsip o deyən adamlar həmişə deyirlər. Ona görə o deyən adamlara əhəmiyyət vermək lazım deyil. Çünki onların dedikləri halda itirəcəkləri bir şey yoxdur və predmetsiz söhbətlər idi əslində. Ona görə onları boş vermək lazımdır. Mən də şübhə eləmirəm ki, sizin adınız kimi bizim söhbətimiz də Mehriban olacaq bu günləri. Siz yaşınızı demirəm, xanıma deyir yaşını xatırlatmazlar, amma artıq bir 4-10 illiyə yaxındır peşəkar sənətdəsiz. Bizim keçmiş İncəsənət İnstitutu, indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasını bitirmisiniz. Rəhmətli Mehdi müəllimin kursunda başlamışdınız. Allah rəhmət eləsin və indi Allah ömür versin. Elmirə xanımla da davam elədiniz və onun rəhbərliyi altında da bitirdiniz, necə deyirlər. Sonra Lənkəran... Əslində bizim müəllimimiz Mehdi müəllimdən sonra bir 10-a yaxın müəllim gəldi, getdi bizə ixtisasla bağlı. Azər Paşa Nemətov tutmuş, Əşrəf müəllimə qədər, Əlimdar müəllim, çox adam gəldi, getdi, amma qərar tuta bilmədilər və bizim kurs biraz tələbkar kursuydu sözün düzü. Və tam azadlığı vəd edən, heç bir şeyə qarışmayan Elmira Şabanova bu mənada bizi qane eləyirdi. Yəni repertuar seçimində, eksplikasiya anlamında, yəni amma özü Mehdi müəllimdən qoyuldu. Allah rəhmət eləsin. Mehdi müəllim həm böyük sənətkar idi və mənə qismət olmayıb, dərs deməyib, amma eşitdiyimə görə həm də çox gözəl müəllim olub. Maraqlı da, yəni son dərəcə. Maraqlı, çox maraqlı idi, əlbəttə. Və siz bitirəndən sonra Lənkəranda, 2 il Lənkəranda təyinatla işlədiniz. Hə, o vaxt Sovet dövrü idi. Təyinat, azad təyinat məsələsi biraz bilirsiniz də necə idi. Hə, bəli, mən 2 il yarım hətta belə deyərdim. Lənkəran Dövlət Dram Teatrında çalışdım. O zaman Lənkəran Teatrının çox gözəl vaxtları idi və məmnuniyyətlə çalışdım sözün düzü. Tamaşalar hazırladım. Onda artıq rəhmətli Elşad Zeynalov idi da, direktor. Bəli. O Lənkəran teatrı düzdür, Şəki teatrı qədər belə uğurlar qazanmış sayılmırdı, amma indi ilə müqayisədə... Müqayisə istənilən halda qüsurludur, amma bölgəyə görə, regiona görə və mən daha çox teatrın daxili gücünə görə, aktyorların gücünə görə və repertuar seçiminə görə əsasən xüsusi olaraq qeyd elədim. Amma Şəki teatrı təbii bir başqa ruhda, başqa estetikada və Şəki cəmaatının da Şəki əhlinin də münasibətindən doğan qarşılıqlı bir münasibət var idi. Şəkinin özü teatraldılar, onlar çox teatraldılar. O bir başqa üslubu idi, başqa yanaşma idi, bura bir başqa idi. Özdən maraqlı. Amma seçim məndə Şəki yox idi. Məndə ya Ağdam idi, ya Lənkəran idi. Ona görə seçim olaraq o qədər də geniş seçim yox idi. Şəki olsaydı təbii ki Şəkiyə gedərdim. Amma siz Ağdamı yox, Lənkəranı seçdiniz, hə? Ağdamı yox, Lənkəranı seçdim. Lənkəran teatrının truppası daha işləmək üçün daha münbit göründü mənə o zaman üçün. Və haqlı idim da. Qayıdandan sonra Lənkərandan siz bir debütdə çəkdiniz, hə, filmi? Bəli. Çünki o vaxt rəhmətli Dövlət Kino Studiyasında debüt yaradıcılıq studiyası var idi, bəli. Çünki bütün o ilk addımlarını atmaq istəyənlərə orada meydan verirdilər. Doğru. Doğru da bir təklif olunmuş vəziyyət elə belədir. Belə də olmalıdır. Əslində bu gün də belə götürəndə o debüt kimi bir studiyaya ehtiyac var. Mütləqdir. Çünki o pilot adını qoyduğumuz istər televiziyada, istər teatrda, istər kinoda, illah da böyük kinoda, böyük filmdə bu pilot dediyimiz, amma kiçik metrajlı filmlər mütləqdir. Baxmayaraq mən kiçik metrajlı filmləri bu gün də bəyənirəm. Yəni istəyirəm, yəni imkanım, vaxtım olsa, amma o zaman üçün mütləq bir hal idi da. Bu keçilməsi mütləq olan bir proses idi. Doğru proses idi. Siz bizim özdə təcrübəmizdə demək olar nadir rejissorlardansınız ki, əslində
teatr rejissorluğunu bitirdiğiniz halda özünüzü hem teatrda, hem kinoda, hem televiziyada, üçündə də uğurla, necə deyirlər, sınaqdan çıxarmısınız. Yox, belə demiyorlar. İndi kimlərinsə ola bilər gözündə, nəzərində mübahisəlidir. Təbii ki, sənət varsa orada Mən rejissoram. Rejissor təbii ki, bu müəyyən bölümlər olur, mütləq o bir janr, üslub falan və estetik anlamda da təbii ki, fərqlidirlər, amma rejissor hər şeyi bacarmalıdır. Rejissor adına layiq görülən adam. Rejissor film çəkməlidir, rejissor tamaşa qoymalıdır. Rejissor böyük araşdırmanı da hətta deməyə bacarmalıdır. Çünki rejissor sözü sadəcə elə stop motor deməkdən ibarət deyil və aktyora oradan gəl, buradan gəl demək deyil və rejissor sözünün adını yazan adam mütləq tamaşa hazırlamalıdır və film çəkməlidir. Qalanları böyük mənada rejissor sənətinə biraz köməkçi funksiyasında qəbul edemiyorlar. Əsl rejissor təbii ki, bu iki işi əsas görməyə bacarmalıdır. Mən biraz da bu peşə ilə bağlı o tərifi necə deyirlər, genişləndirərdim ki, rejissor müdafiə eləməsə belə alimdir. Mən şəxsən belə düşünürəm. Yəni intellekdə imkan verməlidir, amma təəssüf bunu 90%-nə aid eləməyək. Evet. Çünki intellektual anlamda biraz daha praktik sənət kimi baxırlar. Evet. Mən elə düşünmürəm. Çünki rejissor nə çəkdiyinin, hansı ideyanın naminə çalışdığının fərqində olmalıdır. Şübhəsiz. Və eyni zamanda rejissorlarla yanaşı mən teatrşünasları da bu siyahıya əlavə edirəm. Çünki birdən mənim özümlə kimlə söhbət edəndə deyir, siz filan şeydən də məlumatınız var. Deyirəm, siz ümumiyyətlə fərqindəsiniz ki, bizim ixtisas çox genişdir. Həm bir yandan dar sayılır, dar ixtisasda da konkret bir incəsənət növünü öyrənir, tənqidi, nəzəriyyəsi. Rejissor, rejimi idarə edən. Bəli. Və o bir məşhur rəvayət var. Deyir ki, müğənniyə deyirlər ki, sən necə sübut edə bilərsən müğənniyəm? Deyir, heç mahnı oxuyacağam, biləcəksən. Rəssama deyirlər, deyir, bir malbət də çəkəcəm, kis verin mənə, çəkəcəm, fırça ilə göstərəcəm. Heykəltaraşa deyirlər, bu saat mən yapacağam o formanı, sizə göstərəcəm. Rejissora deyirlər, rejissor deyir mənə bir aktyor, bir rəssam, bir nə bilim falan. Yəni sintetik olaraq hamısını idarə edərək ortaya bir məhsul çıxardan adamdır. Ona görə əlbəttə ki, o işlədiyi adamın işini ondan yaxşı bilməsə, ona hansı tapşırıq, hansı nəticəyə apara bilər ki? Bu mütləqdir, yəni. Bəli. Mən də şünasların müdafiəsində sanki çıxış eləyərək deyərdim ki, şünaslar da rejissorun, aktyorun, rəssamın, bəstəkarın hamısının işinə qiymət verir və bütövlükdə prosesə qiymət verir. Deməli, bu adam o dərinliyə baş vurubsa elə alimdir, müdafiə eləməsə belə. Çünki o şeylərin hamısından xəbərdar adama necə demək olar ki, bu dayazdır, yaxud nə bilim, sanki elə bir üzdən... Ona görə dedim ki, rejissor adı artıq bu özündə çox şey ehtiva edir. Əlbəttə ki, bizim öyrəşdiyimiz nəsil var idi. O nəsillə işləyirdik və əlbəttə mən də düşünürdüm ki, onlar etalondur, işlərini bilir. Amma müəyyən gənc nəsil gəldi. İndi fikirləşirəm ki, bunlar hamını tanımalıdır, hamını bilməlidir, özü yaşlı nəsil bilməlidirlər, bilmirlər. Yəni göstərici həsə o da deyil. Yəni dəyərlər anlamında hər şey dəyişib. Hər şey dəyişib. Hətta orada yaşlı nəsil mi deyim, orta nəsil mi deyim, bütün Azərbaycan mədəniyyətinə xidmət edən insanları tanıyan adamlar mı deyim. Artıq münasibət və dəyərlər dəyişir. Bu da həmişə olub da, zamanda həmişə olub. Əlbəttə daha gözəl, daha yaxşı, daha uğurlu ola bilərdi. Bax, siz 3 teatrda, ikisində baş rejissor idi, rəsmən vəzifə ilə gedirdi. Sonuncu sayca hələlik deyək. Çünki bilmək olmaz dünyanın işini. Bəlkə yenidən qismət oldu. Milli teatrda sadəcə sonuncu sayıldı sıralamada. Orada da bədii rəhbər. Yəni 2017-ci ildən 2026-cı ilin yanvar ayının 27-sinə dək təqribən 9 ay müddətində siz 3 yerdə məsafəcə belə götür. Ən uzun müddət Yuğ teatrında çalışdınız, 5 il təqribən. Sözün doğrusu Yuğ teatrına sizin baş rejissor getməz mənim üçün biraz gözlənilməz oldu. Mənim üçün də. Sizin üçün də. Mənə 2 dəfə təklif olundu, mən etiraz elədim. Çünki mən qətiyyən özümü bu teatra aid eləmirdim. Görürsünüz, mən də sizi orada təsəvvür eləyə bilmirdim. Amma maraqlı bilirsiniz nədir? Mən 3 teatrın üçündə də onun taleyində, hər bir teatrın taleyində nəyisə dəyişməyə sanki göndərilmişdim. Və Yuğ teatrını bağlayırdılar. O zaman və Əbülfəz müəllim dedi ki, mən bu teatrı ümumiyyətlə bağlamaq istəyirəm. Mən yox deyirdim. Deyirəm, mən ümumiyyətlə bağlamaq istəyirəm. Sən get bir il gör orada vəziyyət nədir? Mənə denən. Mən gəldim, gördüm ki, çox işlək truppa var.
Mən gəldim, gördüm ki, bu kənardan görünən kimi deyil. Burada sadəcə başqa bir işlər görülməlidir və yubileyinə qədər zaman aldım ki, gəlin o yubiley gününə qədər 2-3 il zaman aldım ki, gəlin görək nə alınır və çox gözəl, möhtəşəm bir yubiley keçirtdik. Yəni 2019-da 30 illik idi. Və bütün o potensial gücünü ortaya qoyan, truppanın bütün gücünü ortaya qoyacaq, hətta yol xəritəsini belə göstərə biləcək işlər gördük. Yəni onları fikrindən daşındırdı və ən azı mən bilirəm ki, mən nə qədər yaxşı mənada o taleyində bir taley yüklü rolu oynadım bu teatr üçün. Yəni əslində mən də gözləmirdim. O teatrı mən az drama yetişdirməsiyəm. Mən akademik teatrın ruhunu, canını daim içimdə daşımışam, müxtəliflik olsa da. Amma hadisələr baş verirdi və bir-birinin ardınca mən düşünürdüm ki, ora yox, bura yox, amma nəsə eləmək lazımdır. Sadəcə rejissor kimi yox, başqa bir anlamda mədəniyyətin teatr sektorunda nəsə eləmək lazımdır. Mədəniyyət strategiyasında nəsə eləmək lazımdır. Ona görə axırda razılaşdım və ondan sonra da Gənc Tamaşaçılar Teatrına. Gənc Tamaşaçılar Teatrı ümumiyyətlə çox belə qəribə bir ab-havada oldu. Gəlməyimlə sanki getməyim bir oldu. Çünki mən orada teatr tarixində ilk dəfə olan və ən böyük bir işi gördüm. Və bütün truppanın iştirakı ilə və Azərbaycan teatr tarixində ilk dəfə 4 saatlıq tamaşa, ilk dəfə repressiya qurbanları, ilk dəfə müəllif kimi özüm də öz əsərim idi. Ona görə ora gəlməyimlə getməyim o qədər belə bir tufan kimi, nə bilim belə ildırım kimi, bu cür belə bir çox belə sürətli, çox belə gözəl məşq prosesindən, doğrudan məmnuniyyətlə o məşq proseslərini xatırlayıram. Bütün truppa işləyirdi, bütün truppa tərtök, tək truppa yox, yaradıcı heyətdən başqa texniki heyət, hamı var gücü ilə özünü inkas etdirirdi. O qədər gözəl bir zaman oldu ki, o nə zaman başladı, nə zaman bitdi bilmirəm. Orada sizin o qoyduğunuz tamaşa ki var idi. Kod adı VK. Kod adı VK. Özünüz də qələmə almısınız. Çünki arxiv materialları əsasında deyərdim. Ümumiyyətlə bu dəstəxət sizdə uzun illərdir davam eləyir. Siz o dəstəxətlə nə qədər sənətli filmlər çəkmisiniz? Əsas Qırmızı Serur və Məcid Bağırovdan sonra bu mövzu mənim içimdə qaldı. Təsəvvür edin ki, bir 20 il daşıdım da o mövzunu mən içimdə və ondan sonra qələm aldım. Tamaşa maraqlı idi. Mən özüm də o tamaşaya baxdım. Sözün açığı birincisində yox, ikinci premyerada baxmışdım. Mən təqdimat və deyəndə ki, dost tanışlar təqribən 4 saata qədər çəkir. Sözün doğrusu bugünkü günün o necə deyirlər, bizim teatr deyilsə tempo ritmi ilə o mənə çox belə nə bilim uzun göründü də. Bu 4 saat adam necə oturub? Cəmi də bir fasilədir. Çünki sizin yadınızda olar, vaxtilə Milli Teatrda Qılınc və Qələm var idi. Yadımda deyil, o məndən əvvəl olub. Onun təbii siz heç onu da bilmirəm, qəbul olmuşdunuz ya yox. Yəni mən də uşaq idim, amma xatırlayıram o tamaşanı ki, o tamaşa 2 fasilə ilə gedirdi. İndi ola bilər yanılaram, bilmirəm onu rəhmətli Əşrəf Quliyev hazırlamışdı ya kim o dövrdə. Mehdi müəllim deyildi gərək ki. Yox, Mehdi müəllim quruluşunda olmayıb. Mehdi müəllim quruluşunda olmayıb, bəli. Onda artıq Tofiq müəllim də getmişdi rəhmətə. Gərək Əşrəf Quliyev idi. Çünki orada artıq Ələsgər Şərifov da yox idi filan. Belə bir dövr idi. Nəyə gətirim? Bu tamaşa məəttəl qaldım ki, indiki vaxtda necə tamaşaçını orada əyləşdirə biləcəksiniz də o qədər müddətə. Getdim, baxdım. Demək olar bütün truppa səfərbər olmuşdu o tamaşaya. Orada 90-a yaxındır, səhv eləmirəmsə truppada. Sizdə də bir 80 nəfər... 85 nəfərə yaxındır iştirak edirdi. Çox az adamdır. 5-6 nəfər kənarda qalmışdı da. Demək olar bütün truppa orada iştirak edirdi. Amma mənə biraz qəribə, nə qəribə gəldi. Tamaşanın ümumən tempo ritmi də yaxşı idi. Yəni eləmirdi də, adamı ağırlaşdırmırdı, yatırtmırdı, necə deyərlər. Hadisələr silsiləsi güclüydü. Sadəcə mən bir baxanda artıq axıra doğru dedim, Mehriban xanım nə qədər ki yığıb öz o Çinədanla, necə deyərlər, bu mövzuda
hamısını sanki çalışıb ki, burada ifadə eləsin. Yox, hamısı deyildi. Təbii ki, hamısı deyildi. 30 şəkil idi. Mən 30 şəkli 20-ci şəklə salmışdım. Amma onunla belə yazanda daha çox yazmışdım. orada məsələn istintaq səhnələri var idi də, neçə dəfə gedirdi. Məndən sonra bir nəfər soruşdu. Deyirəm, Allah'a şükür, Mehriban xanım peşəkar adamdır. Məsələn, mən bir şeyə təəccübləndim ki, əzbər yadımda deyil. Orada 8-9 neçə dəfə gedir o istintaq səhnəsi təqribən. Yox, o müxtəlif istintaqların eyni forma olduğunu göstərmək üçün 5 istintaq verdik. 5 istintaq. Hə, amma indi bizim sənətdə bilirsiniz ki, şərtilikdir də. Təbii ki. Hə, və vacib deyil ki, indi o reallıqda tutaq ki, lap 105 olur. İndi tamaşanı təhlil edirik biz. Yox, təhlil eləmir. Yox, yanaşmanızı başa düşmədim. Yəni nəyi demək istəyirsiniz? Mən məsafəcə onu fikirləşirdim ki, bu qədər müddətə nə ehtiyac var? Bunu yığıb necə ki sonradan elə ixtisar eləmək qərarına gəldiniz. O ixtisar məsələsi deyil, ikinci versiya idi. İkinci versiyadır. Mən düşünürəm ki, əslində o tamaşanın ən böyük uğuru oydu ki, gələn tamaşaçı, teatrı bilən tamaşaçı və hadisələrə doğrudan da bir maarifləndirmə anlamında baxan tamaşaçı o 4 saatı hiss eləmirdi. Və 4 saatın 4 saatında oturub baxırdılar və o priyomları da anlayırdılar. Yəni o priyom ona görə idi ki, baxın yəni fərdin kim olmağından asılı olmayaraq proses eyni gedirdi. Boynuna qoyma, boynuna qoyma. Bütün proseslərin nəticəsi bu idi və bu düşünülmüş bir yanaşma idi. Və məsəl üçün Teploşka səhnəsi var idi orada və yaxud da nə bilim açıq səhraya çıxma səhnəsi var idi. O yeknəsəklik düşünülmüş halda idi, amma onların xronometrajı o qədər az idi ki, yəni 3 dəqiqə, 2 dəqiqə 4 dəqiqə, yəni onlar heç biri 10 dəqiqəlik istintaq yox idi orada. Yəni bu anlamda onu yəni bütöv bir material kimi baxmaq istəyən adam bütöv material kimi baxırdı. Amma xırdalamaq istəyən adam əlbəttə yəqin ki var idi, eləsi də var idi. Sözün düzü mən təsadüf eləmədim, amma heç mənə 4 saat nə uzundur bu tamaşa deyən adam olmadı. Və sadəcə olaraq mən ikinci versiya bu tamaşanın bütün məziyyətləri qaldı bir tərəfə, düşdü indi onun xronometrajına. Əlbəttə mən bunu heç istəmirəm. Çünki tamaşa əslində ilk dəfə Azərbaycandan repressiya olunan qadınlar haqqında idi. Bunu daha çox önə çəkmək lazımdır. Azərbaycanda alp qadınlar, doğma qadınlar, müqəddəs qadın obrazları yaradan bu qadınlardan gedirdi söhbət. Azərbaycanın gənc tamaşaçılar teatrında tülkü, pişik, nə bilim, nə rollarını oynayan qadınlar özlərini ifadə etmək üçün qan, tər tökürdülər və buna da çox uğurla nail olurdular aktyorlar. Və hər biri oynadıkları o familiyanın, o nömrənin fərqində idilər. Mən yəni tamaşa təhlili deyəndə bunları eşitmək istəyirəm adətən. Amma xronometraj sizi narahat eləyirsə, qoy deyim belə də, yəni bu sonradan tamaşanın digər bir ölkəyə aparmaq və ümumiyyətlə tamaşanın daha çox yayımına nail olmaq üçün daha kompakt bir hala gətirmək düşüncəsindən hadisədən 2 il, 3 il keçəndən sonra 3 il və deyim Azərbaycanda nə qədər teatral insan var idi, onlar hamısı artıq baxmışdı. Ona görə və deyim ki, bu baxmayaraq ki, böyük ən azı zaman etibarilə yenə də 2 saat yarımdan çox gedir indiki qısalmış variantda da. Amma tamaşaçı anlamında əziyyət çəkmirik bu tamaşadan. Bu anlamda yəni başa düşürəm ki, tamaşa yaşayır və ayaq üstədir. Və bunu bu məqsədlə elədi ki, tamaşanın daha çox yayılmasına xidmət eləyək. Harasa apara bilək, gətirə bilək. Həm truppa anlamında, həm zaman etibarilə. Bu səbəbdən oldu. Başqa səbəbdən olmadı. İndi hazırda 2 saat yarım qalıbdı. Bəli, bəli. İkinci versiyanı eləmişik də. Hə, ikinci versiya 2 saat yarım. Və bu gedir. Bəli. Çünki repertuarda olan sonuncu bir ildə də artıq. Bəli. Mən Astramada artıq çalışanda bunu bu varianta gəlib. İkinci versiya kimi bunu elədik. Bilirəm, demək olar hər ay repertuarda olur o oynanır. Bəli, ayda bir dəfə, çünki məzmun etibarilə də ağır tamaşadır. Çünki qan, qada, ölüm, itim tamaşaçını bilirsiniz, bugün əylənmək daha çox cəlb eləyir. Çox qısa sürətli tamaşalar cəlb eləyir. Mən onların istəyinə uyğun olaraq çalışmadım. Çünki mənə bu ideyanın, bu mövzunun məhz maariflənməsi, ötürülməsi və bu qadınlar qarşısında bir vəfa borcum var idi. Və düşünürəm ki, və çox doğru elədim. Çünki ondan sonra, bu tamaşadan sonra artıq şürküyə mövzusu ayaq tutdu yeridir. Bundan sonra artıq repressiya qurbanları, qadınlar mövzusu gəldi. Bu vaxta qədər repressiya qurbanları ancaq bizim bildiyimiz şair və yazıçılar idi.
Heç vaxt digər repressiya haqqında söhbət getmirdi. Və repressiya məruz qalmış 0047 nömrəli qanuna əsasən tutulan vətən xainlərinin ailələri, vətən xainlərinin ailə üzvləri və bunu da mən kod adı VXA qoydum. Yəni bu əsər yazıldı. Bu əsərin çapından sonra başlandı. Şükriyə, daha çox Şükriyədən getdi söhbət və ən maraqlı bilirsiniz nədir? Bu əsəri yazan adamlar bir də görürsən ki, istinad deyirlər ki, güya sənədlərə, faktlara istinad ediblər. Axı mən onu yazanda gözəl bilirdim ki, nə sənəd fakt var, nə isə mənim bədii təxəyyülümün məhsuludur. Mənim bədii təxəyyülümün məhsulunu götürərək mənə yenidən sənəddir, bu faktdır deyib mənə qaytaran adamlar var idi. Gülməli idi, amma mənə əsas nə lazım idi? Bu mövzunun yayılmağı. Bax, bu mövzu əslində çox geniş mənada, bəli. Yuğun estetikasına siz uyğunlaşa bildiniz? Mən onu biraz Aristotel olmayan teatr, Aristotel teatrı olmayan bir dörd bucağı belə deyək də, mən biraz fərqli rakursdan təqdim elədim. Bu həm də aktyorların daha başqa güclərini ortaya çıxartdı. Amma mən əlbəttə ki, o estetikanı davam edəcək rejissorlar var idi. Mən mütləq deyildi o estetikanı davam edeyim, amma o teatrın yaşaması üçün təbii ki, aktyor ampulalarına, aktyor belə deyək, artıq bərkişmiş, mütləq olan bir estetikanı dağıtmaq fikrində deyildim. Amma biraz dəyişmək mütləq idi, onu da elədim. Elə deyəcəydim siz orada. Yəni öz tamaşalarımda, amma digər tamaşalar vardı ki, onlar yenə də öz üslublarında davam elədi və mən də onları çox məmnuniyyətlə qəbul edirdim. Siz məhz o keçid dövründə düşdünüz də sizin fəaliyyətiniz. Çünki o şəhər salma ilə əlaqədar ki, o yerlər söküldü, yolun binası söküldü. Gəldi kukla teatrında qərar tutdu. Kirayənişin həyatına başladı, necə deyək. Siz o dövrdə gəldiniz. İndi də ordadır. İndiyəcən də ordadır artıq 10-cu ildir. Teatrın bina problemi yenə də gündəmdədir. Bu il artıq 10-cu ildir. Və teatrın doğrudan da o teatrın yaşaması əgər mütləqdirsə, mən düşünürəm ki, mütləqdir və o teatrın bina məsələsi də həll olunmalıdır. Çünki heç bir ev evə sığmır. Heç bir teatra sığmır. Hələ sağ olsunlar, indi onlar o imkanı verir kukla teatrı. Çünki dəhlizindən keçmək olmur. Onların ən böyük məşq otağı da onlar artıq tamamilə yoğun səhnəsidir. Yəni bunu da fikirləşmək, düşünmək lazımdır. Bir teatra diskomfort verərək digər teatra saxlamaq biraz o da doğru deyil. Amma hər halda teatr yaşayır da, əsas məsələ teatrın yaşamalıdır. Siz gənc tamaşaçılara gələndə və orada cəmi bir il işlədiyiniz müddətdə ki, azdıramadan bilmirəm əslində necə olub reallıqda. Təklif gəldi, yoxsa elə bir növ tramplin kimi siz ora baxırdınız, artıq irəlicədən sanki bir növ razılaşdırılmışdı, gözləntiniz var idi. Yox, mən əslində Azdıramadayım gözləyirdim. Mən Azdıramada çox... Hətta yol dövründən. Bəli, çünki mən Azdrama üçün də yanırdım. Mənim istəyim ancaq Azdramadır. Çünki mən 20 il Azdramada çalışmışdım. Mən üst-üstə götürəndə 20 ilə yaxında mən Azdramada quruluşçu rejissor kimi bütün tamaşalarımı Akademik Milli Dram Teatrında hazırlayırdım. Yəni yola gedənə qədər. 94-dən də gərək ki. 94-dən. Əslində mən diplom tamaşamdan 88-ci ildən Allah rəhmət eləsin, Həsən ağa Turavov dedi ki, mən mütləq istəyirəm sən qalasan. Nazirlik biraz başqa kriteriyalar qoydu ortalığa ki, yox təyinat filan. Amma gələn kimi də, yəni gəldim, 91-də gəldim, 90-da gəldim, film çəkdim. 92-də artıq mən teatrdaydım, amma başqa köməkçi rejissor assistent əvvəl ştat yox idi, ona görə. Ştat yox idi, amma mən elə gələn kimi yenə tamaşa hazırladım. Min illərin işığını artıq 92-də hazırladım. 92-93 təmirdə idik. Ona görə Rus dramasında biz onu hazırladıq. Sonra ştat açıldı, siz keçdiniz quruluşçu rejissor. Sonra keçdim ora. Amma mən yenə də bu teatra özümü aid edirdim. Çünki orada ayaq açmışdım. 86-cı ildən həmin teatra gedib gəlirdim. Təcrübə mübadilələrində orada keçirdim. Və sonra qayıdışım əlbəttə ki, gözlənilən nəticə hədəf o idi. Bu olmalı idi və sadəcə olaraq elə bir vaxta düşdük ki, mən Çirzdan hələ gənc tamaşaçılardan tamamilə bitirməmişdim, qurtarmamışdım. Yəni, amma əlbəttə ki, əsas istəyim o idi və mənim Akademik Milli Dram Teatrında olan 4 tamaşam ki var idi, onu eyni vaxtda 4-ünü də Azərpaşa Neymətov Allah rəhmət eləsin saxladı. Saxladı və mən sual verəndə o da bir aktyor məsələsi var idi. Problem olaraq o aktyorla görüşmək istəmirdi, o aktyoru görmək istəmirdi orada.
əvvəldən. O da mənim tamaşalarımda əsas qəhrəmanlardan birini oynayırdı hamısında. Bildim. Yəni mənə dedi ki, onları onu əvəzlə. Dedim valla onu əvəzləyə bilsəydim heç ona verməzdim də. Yəni mən axı seçimdə biraz çox həssas yanaşıram. Biri qatil tamaşası idi. Topal Teymurda Yıldırım Bəyazit. Qatildə əsas obraz. Daha sonra Herastratı unudunda yenə əsas obraz. Yəni Herastrat, bəli. Yəni bu adamı dəyişməsən, Afətdə problem yox idi. Amma 4-ünü də saxladı. Qatar altına atılan qadını da saxladı. 5 tamaşa. Və mən ona deyəndə ki, yox, aktyoru dəyişmək fikrində deyiləm. Dedi, onda bu tamaşaları saxlayıram. Dedim, yaxşı, onda o birisi 3-ünü niyə saxlayırsan? Dedi, bilirsən nə var? Sənin familiyan mənə mane olur. Bu adam kişi kimi mənə bunu etiraf elədi. Mən üzümü çevirdim, getdim. Tamaşalar dayandı. Ona görə akademik teatra qayıdış əslində o tamaşaların yaşaması, onu məndə belə bir, özümdə o düşüncəni saxlayırdım ki, mən qayıdan kimi tamaşalarımı bərpa edəcəm. Və iş belə gətirdi ki, məni artıq təyin elədilər və özü də artıq bədii rəhbər kimi, hətta sadəcə quruluşçu rejissor kimi yox. Hərçənd ki, mən yeni tamaşalar gələn kimi ağır və böyük uğurlu tamaşalar hazırladım, amma həmin dediyim o bərpa işini görə bilmədim. Ona zamanım çatmadı. Hərçənd ki, 2 tamaşanı mütləq bərpa eləməyi düşünürdüm. Amma akademik teatra gəlişim əlbəttə ki, mənim üçün gözlənilən idi. Mən nə qədər desəm ki, gözləmirdim yox teatrını, gözləmirdim gənc tamaşaçıları, amma o qədər də gözləyirdim akademik teatrı. Sadəcə siz yuva gedən dövrdə elə o rəhmətli Azər Paşa müəllim idi orada bədii rəhbər və direktor artıq. Çünki İsrafil müəllim artıq direktorluqdan da getmişdi. Bəli. İsrafil müəllim vaxtında da mən çalışırdım. Mənim elə qatar altına atılan qadın İsrafil müəllim vaxtında. Quruluşçu rejissor kimi çalışırdınız. Bəli. Quruluşçu rejissor idim və indi deyir gedənin arxasınca danışmırlar. Yox, elə düşünürdü də. Bilirsiniz, mən həmişə deyirəm ki, sadəcə deyir qulağına xəbər aparması biraz xasiyyət O düşünürdü ki, Paşa teatrı yaradacam deyirdi. Mən Azər Paşa teatrı yaradacam. Akademik teatrda kimsə öz teatrını yarada bilməz. Bu teatrın bünövrədən qoyulan ab-havasıdır, nə bilim, köməkçi elementlərdir, bilmirəm, amma çünki mənim üçün etalon bildiyim Ədil İskəndərov belə, Ədil İskəndərov teatrosu oldu, amma içəridəki münaqişələri mən bilirəm. Tofiq Kazımov kimi novator, güclü, enerjili bir rejissor, o da öz teatrını yarada bilmədi. Mən onu deyəcəydim. Bu bir başqa məsələ ki, onların öz teatrı olmalıydı, əlbəttə olmalıydı, amma bu teatrda bunu eləmək mümkün deyil və bu ən azı bu iki teatrı, bu iki rejissoru, özə böyük rejissorları uddu bu teatr. Yəni bu anlamda biri təsəvvür edin ki, rejissor Adil İskəndərov kimi rejissor yaratdığı teatrdan getdi. Rejissor teatrından getdi. Yəni elə bir vəziyyət oldu. Tofiq Kazımov artıq rəhmətə gedənə qədər artıq mənən öldürülmüşdü. O sonuncu dövrünü belə yaşayırdı. Amma teatrın aktyor truppası daim bax belə bir çox rəngli, çox haşiyəli formatda olub həmişə. Amma akademik milli dram teatrıdır. Məsəl üçün mənim üçün ana teatrdır. Mənim üçün doğma teatrdır. Çünki mən ilk 3-cü kursdan o teatra gəlib gedirəm. Amma bu teatrın başında həmişə var da, bu truppa həmişə belədir də. Amma maraqlı nədir? Müqayisə yenə qüsurludur. Amma bir var Ələsgər Ələkbərov danışsın. Bir var hansısa epizodu belə oynamağa güc çatmayan ən yararsız aktyorlar danışsın. O yararsız aktyorlar başa düşdü ki, onlar artıq rol ala bilməyəcəklər. Və bu açıq aydın etiraf edildi mən tərəfdən. Ki, yəni, bilirsiniz necə, mən gəldim, Əsrə Bərabər gün tamaşasını hazırladım. Əsrə Bərabər gün tamaşasında bütün truppa oradaydı. Bütün truppa. Qadınlardan bir 10 nəfər yox idi. 10 ya 12. Amma qalan bütün truppa oradaydı. Hətta bəzən bir adam 2 rol oynayırdı, kişi obrazları. Təsəvvür ki, belə bir situasiyada kimsə rolunu oynaya bilmirsə, sən ona başını sağlamayacaqsan ki, sən başa salırsan ki, sən akademik teatrda işləyirsən, bu teatrın haqqını vermək lazımdır, sən akademik teatrın səhnəsindəsən, sən artıq deyirsən, mən buyam, amma bir əməlində göstər, bir mizanı sənə 10 dəfə göstəririk, bir fikri sənə 10 dəfə təlqin edirik. Başa salırıq ki, bu mizanı tamamlamasan fikir itir, bunu yarımçıq saxlamaq olmaz, ona görə məcbur olursan rolu ixtisar eləyəsən. Bu aktyor sənə sabah şey deyir ki, yəni ki, mənə baş rol verməlisən. Bu iddialar
bu iddialarla iş üst-üstə gəlmir. İllah da istedadsız olanlar. Amma yenə deyirəm, istedadsızlar bir yerə yığılanda güclü olurlar. Siz özünüzü despot saymırsınız. Yox. Despot kimi görmürsünüz. Yox, əslində Amma əslində biraz rejissorda elə despotluk olmalıdır da, belə yox, götürək. mən deməzdim despotam, amma bu peşənin birbaşa qaçılmaz bir tərəfi var. Mən o baxımdan diktatura anlamında bu mütləqdir. Yəni necə yəni aktyor deyir tutaq ki, mən manqurt rolunu oynamıram, özümə yaraşdırmıram. Yaraşdırmırsan, get. Aktyor bütün rolları oynamağı bacarmalıdır. Yox, özdə axı bizdə teatrda o yazılan və yazılmayan da qanunla da bu rejissorun görün indi iş hansı həddədir ki, addımını ata bilməyən aktyor 70 yaşı var. Amma nə olsun? 60 neçə yaş, 70 yaşı var. 70-i də keçib, liqotların hamısını da alıb. Bu adam deyir, mən bilirsən kiməm? Mən şah rolunu oynamalıyam. Mən filan şeyi oynamalıyam. Deyirsən axı sən hətta bu rolu belə oynaya bilmədin. Sən kiçik bir rolu oynaya bilmirsən. Sən necə oynaya bilərsən? Sən danışdığınla gözlərindən gələn informasiya başqa-başqa şeylərdir. Gözün də daş kimi qalıb. Oynaya bilmirsən, yeriyə bilmirsən. Bu adam bunu anlamır və baş rollar istəyirlər. O ikinci dərəcəli, yumşaq deyirəm. İkinci dərəcəlilərin həmişə o birinci dərəcəlilərə olan paxıllığı və qısqanc münasibəti. O adamları özdə yanlarında elə demirlər, arxalarınca danışırlar. Və başa salanda ki, ay balam, o birinci dediyin adam bəlkə də insan kimi, bəlkə də heç yararlı insan deyil, amma aktyor kimi danılmaz da axı. Mən nətər bundan imtina edim? Sənə bu rolu necə verə bilərəm? Heç uyğun gəlmirsən və o bir ikinci, mən sifarişlə rol vermirəm. Mən heç vaxt heç bir sifarişlə rol verməmişəm. Bayaq dediniz, rəhmətli Adil müəllim təqribən 4-1 əsrdə 25 ilə yaxın teatra rəhbərlik eləmişdi. Bədii rəhbər və direktor olmuşdu. Onun dövründə deyil, Adil müəllim başlayandan biraz sonra Mehdi Qutarıb gəlmişdi, rəhmətli Mehdi müəllim Moskvadan. Biraz sonra Tofiq Kazımov gəlmişdi. Üçün də birləşdiyi zaman var idi. Üç nəhəng bir damın altında da belə deyək. Yox, onlar da çətin yola gedə bilər. Sağ olun. Mən elə ona gətirirdim ki, əslində onların hər birisinin öz teatrı olmalı idi. Mən rejissorlarla problem yaşamadım. Niyə? Yox, onlar yəni o maçlarda miqyaslı adamlar idi ki. Mən amma dəvət etdiyim rejissorların heç də işinə qarışmırdım. Müəyyən tövsiyələrimi eləyirdim və görürdüm ki, rejissor onu götürmək istəyir, tutaq ki, rol bölgüsündə. Mən təkid eləmirdim. Çünki mən istəyirdim ki, tutaq ki, mənim rol vermədiyim aktyorlar var ki, o gələn rejissorlar onlara rol vermək istəyirlər. Okey versin. Mən də bilirdim ki, doğru olmayan bölgü var orada, doğru olmayan konsepsiya var. Mən gəlib tamaşa qoymaq istəyən adamın aktyorluq qabiliyyəti bu boyda. Epizod gedib ikinci dərəcəli rollar oynayan aktyorlar gəlib burada tamaşa qoymaq istəyirdilər akademik teatrda. Və ola bilər də indi bəlkə bu rejissora indi də oldu bundan 40-50 yaşından sonra. Və onlardan rejissor konsepsiyası istəyəndə onlar rejissor konsepsiyasını iki cümləni, iki fikri bir yerə qoya bilmirdilər. Mən onlara tamaşanı necə verə bilərdim? Nə olsun Türkiyədə yaşayır? Nə olsun mənim həmyerlimdir? Bu rejissora başqa bir şeydir və yaxud da bir başqa həmvətənim gəlir, konsepsiyasında heç nə verə bilmir. Yaxşı, mən də bilirəm özə tutaq ki, bu oğlan istedadlı oğlandı, rejissor. Konsepsiyası yoxdur, konsepsiyası yanlışdır. Deyirlər, hə falan, yaxşı olsun, görək bəlkə nəticə oldu da. Çünki bundan əvvəl bir tamaşa hazırlanmışdı, yaxşı idi. Verirsən, baxırsan tamaşa abrakadabra, heç nə deyil. Rollar düzgün bölünməyib. Yəni o müdaxilə etməməyin fəsadını görürdüm, amma yenə də düşünürdüm ki, rejissorada o birbaşa müdaxilə düzgün deyil və azad buraxırdım. Amma azadlıq da bilirsiniz də bərabər olur nəyə. Siz ora gedəndə bilmirəm, özlüyünüzdə belə bir istəyiniz olmuşdu, yaxud sanki şərt kəsmişdinizmi ki, 70-ə yaxındır da truppada, azdramada. Onu mən dəfələrlə fikirləşmişəm ki, təqribən 50 nəfərlə uzaqbaşı çox mobil bir truppa eləmək olar. Elə bil 20 nəfər, 18-20 nəfər təkliflər mən etmişdim. Elə bir yığışdırmaq olar. Mən biraz başqa cür təklif eləmişdim də. Mən dedim ki, yəni bir ildə 5 tamaşa hazırlanırsa, 5 tamaşanın rejissoru və yaxud da 3 rejissor və yaxud da 2 rejissor fərq etməz. Bu tamaşanın rol bölgüsündə baxırıq. Bir aktyora 3 tamaşa, 4 tamaşa rol verir. Bir rejissor fikirləşir ki, bu aktyor doğrudan da var elə aktyor ki, bütün tamaşalarda rolları var. Elə də aktyor var, ümumiyyətlə illərlə rol oynamır. Deməli, o oynayan aktyorlar kassiyak olaraq, əsas güc olaraq saxlanılmalıdır. Digər aktyorlar dəvət ilə gəlməlidirlər. Təbii ki, bu böyük
hay-küy doğurdu. Təbii ki, bu kimlərinsə məvacibinə, cibinə, maddi İllərdə anlamda titullular, yaşlı və titullular yəqin və bu razılaşmadı. əlbəttə birmənalı qarşılanmayacaqdı. Amma bu prosesi də yoluna qoymaq olardı. Çünki mən o çox işləyən aktyorların məvacibinin və yüklərinin, kateqoriyalarının dəyişməsində maraqlı idim. O birislər mənim üçün o qədər maraqlı deyildi. Yəni onları da nədənsə məhrum etmək düşüncəsində deyildim. Çünki ömürləri, sənətləri, peşələri budur da, indi aktyordur. O nə maaş alır ki, indi onu da kəsəsən ondan. Amma o daha çox çalışan aktyorlara daha çox imkan vermək, Stimullaşdırmaqdır. onları daha çox belə deyək, digər problemlərdən xali eləmək ki, özünü teatra verən, onların seçim. Onlar da 20 nəfərdən artıq deyil. 25 nəfərdən artıq deyil, siz çox dediniz. Onlar yəni ən yaxşı halda mən məsəl üçün teatrda çox gənc kadrların gəlməyində böyük mübarizə apardım. Çox böyük israr elədim. Çünki boylu, buxunlu, gənc, yeni, yəni institut qurtarmış uşaqlar lazım idi ki, universiteti qurtarmış. Digər teatrlardan tutaq ki, orta yaşlı adamlar gəlmək istəyirdi. Həmin orta yaşlı burada var idi də. Mənə o teatrda olmayan adamlar, o olmayan simalar lazımdır. Bugün səhnədə görürsünüz necə adamın ürəyi açılır. Bir 6-7 dənə gənc qızlar, oğlanlar, hamısı boylu, buxunlu, yaraşıqlı, təbii ki, həm də istedadlı. Bu mütləq idi və o da dəvət edilən digər daha istedadlı aktyorlar da teatrın dediyimiz o hadisələrə təsir elədi. Bu gənclərin götürülməsi də təsir elədi. Amma mən düşünürəm ki, gələcək üçün kimsə əlini daşın altına qoymalı idi da. Mən bilirdim hansı daşın altına qoyuram əlimi. Mən onun fərqində idim. Amma bugün ən azı orada müsbət bildiyimiz şeylərdə mənim rolum varsa, və bilirəm ki, var və bu mənada peşman deyiləm. 2 il 8 ay yarım çəkdi. Lap belə dəqiqliklə desək. Biraz da orada bu dediyimiz bu konsepsiya ki, yeni bir yanaşma mütləq idi, bir yenilənmə prosesi getməlidir, fərqli bir yanaşma teatrlara olmalıdır. Nazirliyin düşüncəsi ilə onların gəldikləri yekun qərar bu oldu ki, bu dediyimiz reforma irəlidən aktyorlardan yox, əksinə rejissorlardan və bədii rəhbərlərdən başlamalıdır. Ölkədə bədii rəhbər neçə nəfər idik? 2 nəfər idik də biz, Bəxtiyar Xanızadə və mən. O baş rejissor gedir. Yox, bədii rəhbər idi. Orada Pantom o 2 bədii yaradıp rəhbər var idi. Yəni bundan gedirdisə, vaxtilə Vaqif müəllim də var idi, 3 idi orada. Yox, mən hal-hazırda, yəni mənim zamanımdan danışıram. Bu 2 nəfəri bədii rəhbərlik funksiyası əgər sizə bu cür reforma görünürsə, olsun. Amma təsəvvür ki, okeana gəmi buraxırsan, onun kapitanı yoxdur. Bu necə ola bilər? Və direktor dediyimiz adam bunun təbii ki, bütün direktorlar tamaşanın bütün o maddi inzibati məsələlərinə birbaşa cavab verir. Amma onun yaradıcılığına cavab verə biləcək adam deyillər. Onlar bir sexi idarə edə bilərlər. Onlar tutaq ki, administrativ tərəfi idarə edə bilər. Onlar tamaşanı və yaradıcı reformanı, yol xəritəsini cıza biləcək adamlar deyillər. Yəni ən azı peşəsi onların o deyil də, o qədər uzağa görə bilməzlər. Amma belə düşündülər, direktor teatrına qayıtdılar. Olsun. Mən düşünürəm ki, bu doğru yanaşma deyildi. Amma bəlkə də bugün artıq Nazirliyin qoyduğu tələbləri məhz bu cür adamlar yerinə yetirməlidir, yetirəcəklər. Bəlkə də belədir. Ona görə bilmək olmaz. Bəlkə də özünü daha yaxşı göstərdi. Amma gələcək elə bir zaman keçməyib, artıq o özünün çox fəsadlarını göstərir. Mən deyəcəkdim ki, hələlik bu 4 ay, 5-ci aydır da, artıq birazdan 5 ay tam olacaq. Hələ ki, uğurlu bir şey görünmür. Yəni mən hətta o sözü demişdim ki, bu fəsadlarını göstərəcək. Amma bilmək olmaz, bəlkə daha fərqli bir şey də, bəlkə çalarlar olacaq, bilmirəm. Mən sözün düzü artıq bu barədə heç düşünmək istəmirəm, çünki başım o qədər qarışıqdır, o qədər məşğulam, o qədər sevdiyim, çoxdan ayrıldığım, amma sevdiyim bir şeyə qayıtmışam ki, ona görə... Amma əlbəttə ki, teatr rejissurası mənim bir tərəfim, sağ tərəfim budur. Və mən teatr rejissurasında da indi deyə bilərəm, çox önəmli və gərəkli addımlar da atdım. Ona görə, yəni truppamın naminə deyirəm, rejissor kimi demirəm. Bu anlamda bacardığım hər şeyi elədim və yenə də eləyirəm və eləyəcəm də. Amma bu yalnız mənim fikrim deyil, görünən odur. Demək olar, mənzərə bundan ibarət idi ki,
o söz-söhbətlərdən sanki elə bir qurtuluş yolunu, çıxış yolunu, nazirlik islahat adı altında struktur Hətta Bağdadda dəyişikliyinə hər şey sakitdir, bəli. sakitlikdir anlamında. Belə yanaşdı. Struktur dəyişikliyinə getməkdə gördü. Struktur dəyişiklikdə siz demiş, o biraz kobud da çıxsa, yəni misal xətrinizə dəyməsin. Elə bir çanaq sizin, Bəxtiyar Xanzadənin və Şarovskinin də qatdılar gözünə. Şarovskin yaşı artıq oldu. Yaşına görə bir də ən avtoritetli sayılırdı da belə götürəndə nüfuzlu 30 ildir təqribən orada. Hə, amma yaş hələ o demək deyil də. Yəni mən də elə düşünürəm amma ki. Amma belə götürəndə sizdən savayı bu üçünü daha o biri teatrlarda elə bir samballı adam qalmamışdı da. Yəni bədii rəhbərlikdə, baş rejissorluqda. Ona görə onu da qoşdular sizə. Bilirsiniz, bəzən də orada o 1-2 nakəslərə mənim nüfuzum da mane olurdu. Və çıxartdılar. Çünki çıxartdılar deyildi. Çıxartdılar, yox, daha doğrusu mənə məsəl üçün orada qalıb yaradıcı işlər falan təklif olundu, amma mən bunu eləmərəm axı. O rejissor anlamı da nazir mənə xüsusi dedi ki, orada siz rejissor olaraq qalmalısınız. Yaxşı qalaram, yaxşı. Yəni mən yenə də tamaşa hazırlamaq üçün mənə kim yox deyəcək ki? Mən kimin demək həddindədir ki, mənə desin ki, yox burada tamaşa hazırlama. Belə bir adam yoxdur. Nazir əgər deyirsə ki, siz mütləq tamaşa hazırlamalısınız. İkinci bir adam yoxdur mənə o sözü desin. Amma siz orada olan müddətdə o müəyyən söz-söhbətlər ki gedirdi. Dediyiniz indi bilmirəm adını çəkməyə siz elə adaşınız olan adam daha çox adı hallanırdı. O oyunçunu ürgədib ortaya salmışdılar. O özünün fikrini ifadə eləmirdi. Çünki mənim bu adamla yarım millimetr belə problemim yox idi. Yəni biri var idi, tutaq ki, o atasının adında gizlənmək, nə etmək istəyən biri var idi. Və ən maraqlı da nədir? Bir insanı pusaq vurmaq istəyəndə şəhid adından vururlar. Nə bilim, nə adından vururlar. Bu da istədiklərini verə bilməzdim mən. Vermək istəmirdim, yox ha. Verə bilməzdim. Mən o səlahiyyət sahibi deyildim. Ad verəm, ev verəm. Mən bu səlahiyyət sahibi deyildim. Yəni o döndərdi hadisələri başqa səmtə, amma o dediyiniz adam qətiyyən mənim bu adamla heç bir problemim yox idi. Yəni bir dəfə gəlib üz-üzə mənlə dayanıb bu adam söhbət eləmədi. Çünki onu öyrətmişdilər və sonra arxasına dayanmadılar. Yəni o bir ortaya salınmış nə deyirlər, muzlu bir nə idisə bilmirəm adını nə qoyum, amma yenə deyirəm mənə o adamlar maraqlı deyil. Onların arxasında dayanan, bu işi görən adamlar, onlar hamısı kişilər idi. Bütün qadınları ortaya salan bu məsələdə 3 qadını ki salmışdılar. O 3 qadının arxasında duran güya da indi kişi adında olan adamlar idi. Saqqala ağarmış, amma əslində heç bir bilirəm. Nakəslər idi. Bu adamlar savaşda mənim birinin əsərini qəbul eləmirdim. Birinin xahişini, tapşırığını yerinə yetirmirdim. Biri hegemon olaraq başda oturmaq istəyirdi. Təbii ki, qoymurdum, onun fikir artıq mənə maraqlı deyildi. Yəni bu adamlar bu yolu seçdilər. Bu biraz ən çirkin yolu idi, amma onlar onu yaraşdırdılar. Mən amma o dialoqa getmədim, çünki onların bu savaşda itirəcəkləri heç nə yox idi. Onlar hər sözü götürə bilirlər. Amma mənim itirəcəyim çox şey vardı. Ona görə mən sustum və çəkildim ki, qoy nə istəyirlər danışsınlar. Ona görə o söz-söhbət çox çirkin bir şey idi və mən onu heç özümə yaxın buraxmadım və heç vaxt onların müzakirəsinə də getmədim. Uzaqlaşdırdım. Amma bu struktur dəyişikliyi olmamışdan, biraz yəni sizin nəticədə siz o vəzifənizi itirməmişdən biraz əvvəl, az əvvəl idi, sizin yubileyiniz idi, indi rəqəmi demirəm, dilə gətirmirəm. Onda da artıq dediniz. Onda da sizi deyərdim layiq olduğunuz səviyyədə deyəsən təbrik eləməmişdilər. Və bu da bir balaca deyəsən. O da bilirsiniz necə? O da onların səmimi desə ürəyinizcə olmamışdı. Yəni onların mərifəti. Mən nə itirdim ki? Yox, mən sizlə razıyam. Sözün olmadı. O qorxdular da ki, ay bu hayküyün içində buna yubiley keçirdək, nə bilim, nə edək. Yox, yubiley keçirməkdən getmir ki, o bir layiqli təbrikdən gedir. Necə ki, başqalarının 60 illik, 70 illik. Kim özü necə layiqdirsə, o cür də elədi. Hərə öz ləyaqətini göstərdi. Ona görə məni çox gözəl təbrik edənlər də oldu. Heç vaxt mən dövlət televiziyasında işləmirdim. Dövlət televiziyasının sədri məni çox mükəmməl, fundamental formada təbrik elədi. Yəni və s. Yəni Milli Məclisdən çox ciddi təbriklər gəldi. Yəni bu anlamda
mən Çingiz Aytmatov mükafatı aldım. Azərbaycanda bir anar alıb. Öz ədəbiyyat mükafatı idi, çox ciddi mükafat idi. Təsəvvür edin ki, Peterburqda biləndə ki, mənim həmin dediyiniz yubiley datasına düşür, bütün hərəkət dayandırıldı. Məni xüsusi sirena ilə aparıldı parlamentə və mən parlament assambleyasında hər halda indi bu kiçik məsələ deyildi də. Yəni parlamentin sədri özü kürsüsündən düşüb gəlib məni təbrik elədi. Yəni bu anlamda mən gördüyüm şeyləri bunlar heç görməyəcəkdilər, amma bizim Teatr və Mədəniyyət Nazirliyinin etməyi, yəni bu özlərinə olan münasibət idi. Yəni mənə etdikləri əslində onların verdiyi dəyər özlərinin nə qədər nə edə bilərlərinin dəyəri idi. Belə elədilər də. Başa düşürəm mən onları. Fatihənin üstündə konkretləşdirməsəydə, yəni Manana Caparidze-ni təbrik eləyib, Mehriban Ələkbərzadəni Manana Caparidze-ni tanıyırlar, Mehriban Ələkbərzadəni tanımırlar. Yox, doğrusu mənə də qəribə gəldi və mən də yəqin sizin yerinizdə olsam yüngül ən belə yumşaq desə inciyərdim ki, xətrimə dəyərdi, yəqin ki. Əlbəttə ki, əlbəttə, amma yenə deyirəm, mən çalışdım başa düşüm onları. Heç kim əlini yanına da qoymaq istəmirdi. Amma bax siz ora gedəndə bu xarakterdir, bu artıq dəyərdir, bu artıq belə deyək, bir şəxsiyyətin digər şəxsiyyət qarşısında edə biləcəyi minimum addımlardır. İndi bunu eləmədilər də. Mən söhbətimizin sonuna Mən Manana Caparidze deyiləm. Mən onu bilirəm. Söhbətimizin sonuna doğru bir-iki faktı da deyib tez yeyin istəyərdim keçək və yekunlaşdıraq. Siz bir il idi orada çalışırdınız, dövlət mükafatına layiq görüldünüz və rəhmətli Heydər Əliyevin 100 illik yubiley medalını aldınız. O da söhbətsiz ötüşmədi. Çünki o bilirsiniz çox nahaq yerə oldu. Niyə? Çünki mən qoy sizə deyim. Bu və 2 nəfər aldı o medalı da. Birisi bir də Nurəddin Mehdiqanlı, eləmi? Hə, Heydər Əliyev medalını deyirsiniz, bəli. Amma dövlət mükafatı 40 ildən sonra verildi. Mehdi Məmmədovdan sonra teatr aləmində mən aldım. 83-dən sonra alınmamışdı. Bəli. Yəni bilirsiniz necə bu mükafat biraz fərqli oldu. Bu hansısa bir tamaşaya verilmədi. Bu gah deyirlər Kod ADVX-ya verildi, gah deyirlər əsrə bərabər günə. Xeyr. Nə ona, nə o birisdən prezidentin xüsusi əmri ilə nominasiya dəyişilmişdi və bu 5 illik mənim fəaliyyətim ki nəzərə alındı. Bu da istər İmadəddin Nəsimi, istər Nizami Gəncəvi, istər Əhməd Cavad, yəni bütün yubiley tamaşaları ki prezident sərəncamına daxil idi və o tamaşaların ən uğurlu həllini belə qoyuldu da adı. Yəni bu 5 illik fəaliyyətimə verilən qiymət idi və uğurlu rejissor fəaliyyətinə görə verildi bu. Və bunun hansısa bir tamaşaya yox, bütün tamaşalara olan münasibəti idi. Yəni sonuncu 5 ildə. Ona görə burada kimlərsə düşünür ki, onlar da bu mükafatın içində olmalıdılar. Xeyr, nominasiya elə deyil. Yəni hansısa bir tamaşaya verilmədi bu. Nə əsrə bərabər gün idi, nə Kod ADVX idi. Hərçənd ki bu tamaşaların adı, sanı, onların quruluşu artıq soraq anlamında çox geniş bir dairəni götürmüşdü. Ona görə dövlət mükafatı mənim bu dünyada dediyiniz yubileydən də, o birisindən də, bu birisindən də, hamısından bütün mükafatlarımın önündə dayanan mükafatdır. Çünki dövlət mükafatı çox ciddi mükafatdır. Ömrü boyu bütün adlar almaq olar, amma dövlət mükafatını qazanmaq mümkün olmaya bilər. Və ölkədə cəmisi 4 nəfər aldı. 5 illiyin, yəni fəaliyyət olaraq bu bir hərbi maşınların sürtkü yağlarına görə edilən kəşfinə görə 3 ciddi alimimiz aldı və bir də bəndəniz mən. Ona görə mən bu adla xüsusi fəxr edirəm, qürur duyuram. Ona görə o dediyiniz təbriklər, o mükafatlar mənim üçün heç də önəmli deyil, çünki mən dövlət mükafatı almışam. Siz Azdırambada çalışdığınız dövrdə Milli Teatrda belə bir-iki adam ağız büzənlər də var idi ki, bir dəfə teatrın qarşısından keçirdik, gördük afişada filan tamaşa Mehriban Ələkbərzadə, filan tamaşa Mehriban Ələkbərzadə. 3 tamaşam. Öyle deyirsiniz ki, 5 dənə tamaşa idi. 3 dənə. Mən də deyirəm niyə o Ərşad Cabanoğlan o da gəldi tamaşa qoydu. İnsafən də yaxşı tamaşa idi. Dantenin çox uğurlu tamaşa idi. Çox uğurlu idi. Mən o tamaşanı çox sevirəm. Həmkarınız kimi də qəbul edirsiniz ki, çox gözəl idi. Hətta Anar. Mən də zövq ala baxdım. Anar yazışı Anar bəyənməyəndə mən dedim Anar mən vallah uğurlu tamaşa. Doğrudan kollektivlə çox uğurlu tamaşa alınmışdı. Mən çox bəyənirəm o tamaşanı.
Biri mənim tələbəm idi, Nihat. O da Sənsizi hazırladı. Qulamzadə. Hə, bəli, mənim O da hazırlamışdı. tələbəm olub o. Yəni universitetdə dərs demişəm və çox tamaşaçı anlamında çox populyar tamaşa oldu. Çox baxımlı tamaşa oldu. Amma Ərşadın Dantenin Yubileyi doğrudan uğurlu tamaşa idi və mən özüm təsəvvür edirəm ki, mən kənardan oturub o tamaşaya baxırdım da, hər dəfə də baxırdım. Çünki hər nüansını, hər dəfə də onlara dedim ki, rejissor özü yoxdur burada, amma sizə o ideyanı korlamayın. Doğrudan uğurlu tamaşa idi. Hərçənd ki, Ərşadın ikinci tamaşası haqqında bu fikirləri deyə bilmərəm, amma olur da, insan bir dəfə belə, rejissor bir dəfə belə ola bilər, amma uğurlu. Tək mən deyildim. Amma siz bir şeylə də tarixə düşdünüz. Rəhmətli Koroğlunun tamaşasından sonra Bülbül vaxtilə atla çıxıb səhnəyə. Sizin də tamaşanızda dəvə çıxdı səhnəyə. Dəvə mütləq idi. Əsrə bərabər günün simvolu. Yəni 60 ildən artıq müddətdə Azərbaycan səhnəsinə dəvə, atəşlə çıxmamışdı. Sizin tamaşanızda bu oldu. O dəvə əslində Aytmatovun o qırğız çöllərinin simvolu idi. O mütləq idi. O rəmzi mütləq olmalıdır. Hələ bizdə qara nər deyildi, sarı nər idi. Amma hər halda çox mütləq idi və burada mən mütləq qeyd etmək istəyirəm tamaşanın rəssamının xüsusi olaraq bu işə. Çünki doğrudan da çox uğurlu bir traktovka idi və mən düşünürəm ki, Əsrə bərabər gün tamaşa rejissor üçün qoyuram kənara. İstər tərtibat, istər aktyor oyunu, istər musiqi həlli, bunlar mükəmməl nəticə olaraq qoyulmuşdu. İndi kimsə bəyənib bəyənməyə bilər, amma Aytmatov adına layiq bir şeydir və sizə bir şey deyim ki, Rayev gəldi, Sultan Rayev gəldi baxdı tamaşaya və bu tamaşadan sonra getdi Qırğızistan prezidentinə demişdi, o mədəniyyət nazirinə demişdi və beləliklə bu tamaşanın sorağı bax dediyimiz Matviyenkoya qədər gedib çıxmışdı. Və bizim sahibə xanım sağ olsun, o da həmin o tədbirdə iştirak edirdi. O tədbirdən sonra o da xüsusi olaraq bunu qeyd elədi və Əsrə bərabər gün Aytmatov ruhunu, Rayevin sözünü deyirəm, ən çox daşıyan, bax bu üçlük elə içində cəm olan bu Əsrə bərabər gün tamaşası idi və bu da çox ciddi bir mükafatla nəticələndi. Bilirsiniz, hər yerdə Mehriban Ələkbərzadə getmirdi. Mehriban Ələkbərzadə 3 tamaşada gedirdi. Amma o 3 tamaşanın yeri gələndə 33 də eləmək olardı. Təki teatrı artıq oturuşmuş, uzun zaman məşq etməyən, artıq parlaq bir iş göstərə bilməyə aktyor truppasının imkanı olduğu halda bunu edə bilməmək günah idi və sonuncu 5-10 ildə teatr enmişdi. Və bu Mehriban Ələkbərzadə tək özünə görə eləmirdi. Truppa ilə yeni işlər görməyə çıxırdıq yola. Əlbəttə o da saf çürük olacaqdı, amma teatrın axı çox güclü aktyorları var. Onlarla bu işləri görünmək mümkün deyildi. Elə bir Nurəddin Mehdixanovanı, elə bir Bəstə Cəfərovanı bir dənə düşünək. Gəlin görək, onlar həmin vaxtda güclərindən, yaşlarından qat-qat artıq işlər gördülər orada. Yəni o tamaşada hamı var idi. Gənc də var idi, yaşlı da var idi, ən 20 yaşında da adam var idi, 70 yaşında da bütün truppanın ortaya qoyduğu bir şeydi və bu minvalla da gedəcəkdi. Və benefislər, yubileylər tamaşası yox, bu doğrudan da teatrın yol xəritəsini cıza bilən tamaşalar olacaqdı. Amma yenə deyirəm, hər halda hamı gəlib gedəcək, teatr qalacaq, teatr sənəti qalacaq. Bu anlamda tək yaxşı olsun. İnşallah. Struktur dəyişikliyindən sonra da elə orada dəyişikliyin nəticəsi olaraq vəzifənizi itirəndən belə deyək sonra, amma yenə bədii rəhbər vəzifəsinə gəldiniz. Bu dəfə sizə doğum olan digər bir kollektivdə Azərbaycan Teleradio Verilişləri şirkəti Qapalı Səhmdar, daha doğrusu Qapalı Səhmdar Cəmiyyətinin bədii rəhbər vəzifəsinə. Hazırda indi 5 aydır da artıq orada çalışırsınız. 5 ay yaxın. İşin zavanda olsun. Bu müddətdə o işğal filminiz oldu. 5 filmim oldu. Bu yaxında bir işğal olmadı. İşğal 28 apreldə getdi eləməz. 28. Ondan əvvəl əlbəttə mən Heydər Əliyev haqqında film oldu. Soyqırım oldu. 31 mart soyqırımı. Heydər Əliyev oldu mayda. Daha sonra işğal ola bilsin. İşğaldan əvvəl də bir film oldu. Unutdum o hansıydı. İşğal 28 oldu. 4 iyunda həbs edilən repressiya qurbanları Əhməd Cavad, Hüseyn Cavid, Mikail Müşfiq oldu. İndi artıq 3 üstəgəl 1, yəni vətən xainlərinin ailələri olacaq. Yəni bu minvalla artıq
5 filmdir və birini mən unutdum artıq hansı idi. Ortada hansısı olub. Hə, yəni 2 seriya Türkiyoloji Qurultay. Bu 2 seriya oldu. Bir seriya deyil deyə şey dedim. 2 seriyalı Türkiyoloji Qurultay oldu. 100 illik nəsr olunmuşdu. Mən düşünürəm ki, böyük iş oldu. Və ondan da böyük iş əslində 3 seriyalı 44 gün oldu. 44 gündən bağlı mənim 3 seriya filmim oldu. Əslində bu 3 seriyalı 44 gün filmindən sonra artıq Rövşən müəllim məni dəvət edirdi ki, gəl, mütləq gəl və burada çalışmalısan, gəlin birgə çalışaq və Rövşən müəllimin inadı və onun təkidi olmasaydı, mən bəlkə də Azərbaycan Dövlət Televiziyasına dönməyəcəkdim. Çünki artıq özümü tam teatral anlamda görürdüm bu anlamda. Amma Rövşən müəllimin diqqəti və təkidi əlbəttə məni fikrimdən daşınmağa vadar elədi və mən elə orada əmr, səhər orada verildi əmr. Mən axşam artıq Azərbaycan televiziyasındaydım və o anlamda bu mənada və gəldim artıq uzun illər bundan öncə apardığım o araşdırma filmlərin davamını elədim və nə yaxşı ki də elədim, çünki doğrudan da bu saat çox sevdiyim işlə məşğulam. Araşdırma, tarixi filmlər. Bu mənim qanımdır da, bu mənim canımdır. Nə qədər bədii əsərlərə quruluş versəm də mənim içimdə yenə də o sənədli faktlara münasibət qalmışdı. Ona görə bu işi görməm üçün bugün çox xoşbəxtəm. Doğrudan da və bu yaşıma baxmayaraq, amma hər halda görürsüz 8 film eləyir. Qısa bir müddətdə 8 film balaca məsələ. İnşallah ümid edirik ki, bundan sonra paralel həm televiziyada, həm teatrda, çünki sizin canınız, qanınızla bağlı olduğunuz yer əsas teatrdır. Əlbəttə. Və eyni zamanda imkan olsa bədii filmdə yəqin çəkərsiniz. Yəni hər üç istiqamətdən. Son olaraq bir film var perspektivimdə. Son olsa da bir film, bədii film var. Çünki mən cəmsə 2 bədii filmim var. Bir qısa metrajlıdır, bir böyük və bir də 3 seriyalı. Bir də 3 seriyalı yenə Dövlət Kinostudiyasında çəkdiyim Qara Mart oyunları, bu 3 sənədli bədii film idi. Onu biz 31 Mart soyqırımına əsir eləmişdik. 3 ölkədə çəkmişdik. Bakı, Azərbaycanda, Türkiyədə və Rusiyada. O salnamədən çəkilən film idi, amma o da həmin filmlər silsiləsindəndir. Əlbəttə bir bədii film yəqin ki olar. İnşallah. Minnətdaram. Dəvətimizi qəbul elədiniz, gəldiniz, zəhmət çəkdiniz. Var olasınız. Uğur arzulayıram. Çox sağ olun, təşəkkür edirəm. Mənə elə gəlir ki, bugün bir xeyli mətləblərə toxunduq. Suallı məsələlərə də, sizin gördüyünüz işlərə də, görəcəyiniz, arzusunda olduğunuz məsələlərə də nisbət az-çox dilə gətirdik. Və məhsuldar, o biraz Sovetdən qalan terminlə desək, faydalı, daha doğrusu indiki dillə faydalı oldu söhbətimiz. Minnətdaram, var olasınız. Oldu, sağ olun. Sağ olun. Əziz izləyicilər, belələ daha bir söhbətimiz başa çatdı. Bir daha xatırladım ki, həm söhbətim əməkdar incəsənət xadimi, rejissor, dövlət mükafat laureatı, Azərbaycan Teleradio Verilişlər Qapalı Səhmdar Cəmiyyətinin bədii rəhbəri, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə idi. Sağ olun, Allah amanda.